Güclü yağışlardan sonra Bakı və Abşeronda su basma riski olan ərazilərdə evlərə maraq azalıb. Ekspertlər bildirirlər ki, həmin ərazilərdə evlərin qiyməti yarı-bayarı ucuzlaşsa da, alıcıların sayı kəskin şəkildə aşağı düşüb. Havalar isti olsa da bu vəziyyət hələ də davam edir. Bildirmək istərdim ki, bu kimi su basan ərazilərdə tələbat demək olar ki, sıfıra enibdir. Çox az bir sayda hər hansı bir fərdi evin və yaxud da ki, torpaq sahəsinin alışı ölkədə baş tutubdur. İstisna hal yalnız ola bilər ki, Bakı şəhərinə aid olan regionlardan gələn bəzi istehlakçılar əgər bundan xəbərsizdirlərsə, tək-tək normal kimi istehlakçılar bu kimi əmlakları alırlar ucuz qiymət alınaraq. Amma faktiki olaraq bu kimi evlərin dinamikasında, satışında demək olar ki, hər hansı bir irəliləyiş olmayıbdır. Satışlar çox az səviyyədə olubdur, qiymətlər isə yarıdan aşağı düşüblər təxminən. Ekspertlər qeyd edirlər ki, vətəndaşlar ev alarkən yalnız qiymətə deyil, ərazinin infrastrukturuna və su basma riskinə də diqqət etməlidirlər. Bu tip ərazilərdə kommunikasiya və kanalizasiya xəttləri çatışmazlığı var ki, yağan yağışlar artıq su ötürücü kanallarla ötürülə bilmədiyinə görə vətəndaşlar mənzilləri su basmaya məruz qalmış olur. Bu baxımdan vətəndaşlar fərdi yaşayış evləri və ya torpaq sahəsi alarkən maksimum dərəcədə yüksəklikdə və bundan əlavə kommunikasiya xəttlərinin sıx olduğu ərazilərdə, xüsusən kanalizasiya xəttlərinin olduğu ərazilərə daha çox önəm verməlidirlər. Başqa bir tərəfdən isə vətəndaşlar aldıqları hər hansı bir əmlakın sənədinə diqqət yetirməlidirlər ki, həmin əmlakın mütləq şəkildə çıxarışı olmalı və çıxarışda torpağın təyinatı, yaşayış məntəqələri, torpaqlar qeyd olunarsa, demək ki, bu tip ərazilər bütün növ kommunikasiyalarla təmin olunmuş hesab olunur. Ekspertlərin sözlərinə görə, son zamanlar su basma riski ilə əlaqədar kürsülü evlərə maraq artıb. Vətəndaşlar hesab edirlər ki, evin kürsülü olması güclü yağışlar və su basma zamanı evdəki əşyaların zərər görməməsi baxımından müəyyən üstünlük yaradır. Fidan Əsədli, Xəzər xəbər.